Seyid Cəfər Cavadzadə ya Pişəvəri 1893-cü ildə Güney Azərbaycanda Xalxal şəhərinin Zaviyə kəndində anadan oldu. Atası məşrutə mücahidlərindən olduğu üçün kiçik yaşlarda Səttarxan və Azərbaycanın dirənişi ilə yaxından tanış oldu. 12 yaşında ikən ailəsi ilə Bakıya köçdü. Neçə il sonra müəllim olaraq siyasi fəaliyyətlərini başladı və ilk məqaləsini 1917-ci ildə Məhəmməd Əmin Rəsulzadənin başçılıq etdiyi Müsavat Partiyasının orqanı Açıq Söz qəzetində çap etdi. Pişəvəri bir zaman sonra İrana getdi və Rza Şahın diktatorluğuna qarşı siyasi mübarizəsi sonucunda 1930-cu ildə 11 il sürən bir həbsə girdi. Rza Şahın düşüşündən sonra həbsdən buraxıldı və Ajir qəzetini yaymağa başladı. 1944-cü ildə Təbriz xalqı tərəfindən Şura Məclisinə millət vəkili seçildi. Amma İran irticası onun məclisə girməsini yasaqladı. 1945-ci ilin sentyabrın 2-sində Güney Azərbaycanın Demokrat Firqəsinin Mərkəzi Komitəsinin başçısı seçildi. Pişəvəri, milli hökumətin öndəri olaraq Azərbaycanlıların məktəblərdə ana dilində eğitimini təmin etdi. Savadsızlığın kökünü kəsmək üçün kəsin addımlar atdı. İşçilər üçün iş qanunu, qadınlar üçün kişilərlə bərabər hüquqlar və çox önəmli olan torpaq islahatını gerçəkləşdirdi. Bu aydın günlər çox sürmədi və Pəhləvi rejiminin Azərbaycana qoşun çəkməsi və soyqırım törətməsindən sonra Pişəvəri Quzey Azərbaycana getmək məcburiyyətində qaldı. 1947-ci ildə müəmmalı bir şəkildə bir maşın qəzasında yaşamını itirdi. Pişəvəri bir illik milli hökumət dövründə siyasi və ictimai yönlərdən ilerici və bağımsız bir Güney Azərbaycan yaratdı. Azərbaycan xalqı hər zaman Seyid Cəfər Pişəvərini sayğı və sevgi ilə anacaq. Yaşasın Azərbaycan kəndlisinin azadlıq yolunda apardığı mübarizəsi.